Namaz qılırdı. Namazımızı qılıb qutaran kimi bayırdan səs gəldi. Allahu Ekber. Hamımız cumdu qapıya, görək nə var nə yox. Hamımız cumdu, gördük qara maskalı, tulla silahı, bununla dağıdırlar şüşələri. Bu qapını açan kimi gül, şüşələr bizim göz başımıza deyir. Məcbur oldu, bayıra çıxa bilmir. Ancaq yandı ev içində. Sonra da girdilər içəri, tapqatıram, bağladılar əl qolumuzu, şəxsən mənim də əl qolumuzu, hamımızın əl qolumuzu. Buradakı uşaqlar hamısı əl qolunu bağlayırlar. Tüb bağlayıblar, vururlar uşaqları. Avtomatı belə vururlar cəmaatın başına. Bu şey işi terror eləməz, amma bunlar eləyirlər. Sizə nəsə deyirdilərmi ki, yəni hər hansısa bir ağır sözlərmi deyirdilərmi sizə? Hamımızı söyürdülər də. Mülki geyimdəydilər. Bunlar qara geyimdəydilər, üzlərini biz görmürük. Bu qan Bizim ləkəsi, əl qolumuzu bağlamışlar, bax deyirlər hamımız bu beləncə deyəm. bu qan ləkəsi kimə aiddir? Yəni Bu şəhər uşaqları olub. Mən tanımıram. Mən bayıra çıxa bilməmişəm deyənə. Görməmişəm. Öləmiz var da, bilmirik, onun qanı da onun qanı da. İki dənə şəhidimiz var. İki dənə şəhidimiz var bizə. Hacı Əbülfəzi, Hacı Taleyi hamımızı apardılar. İki dənə şəhidimiz var. Sizi apardılar. Yox, mən apardım. Kimi buradan aparıblar? Neçə nəfər?